birdən başlayan güclü qarın ağrısı zamanı, elə bil ki, qarnınıza bıçaq girib kimi bir hissiyatınız varsa, bu mədə xorasının deşilməsini göstərə bilər. Bu zaman təcili əməliyyat lazımdır. İkinci, əgər sizdə qan qusma, eyni zamanda qara rəngli nəcis ifrazı müşahidə edilirsə, bu mədə xorasının qanamasını göstərir. Əlbəttə ki, ilkin olaraq dərman müalicəsi aparılır, amma köçürülən qan sizin hemoqlobin dəyərinizi qaldırmırsa, qanama davamlıdırsa, bu zaman əməliyyat lazımdır. Digər bir hal, əgər xəstə daimi qusursa və özünü məcbur edir ki, qussun. Bu nə deməkdir? Mədədə olan möhtəviyyat bağırsaqlara keçə bilmir. Çünki xora mədənin çıxacağını daraltmışdır. Belə olan halda da əməliyyat lazımdır. Və nəhayət olaraq, əgər mədə xorası uzun illər sizi narahat eləyirsə və dərman müalicəsinə tabe deyilsə, biopsiyada şübhəli bir cavab almısınızsa, xərçəngönü xəstəlik olaraq mədə xorası mütləq əməliyyat olunmalıdır.